Vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugünkü fəslimiz birlik fəslidir. 1A tapşırıq. Komandanın uğur qazanması üçün liderin hansı keyfiyyəti olmalıdır? Əlbəttə ki, ağıllı olmalıdır. Ədalətli olmalıdır. Daha sonra məsuliyyətli olmalıdır. Komanda ilə işləmək bacarığı olmalıdır. Komandanı birləşdirmə bacarığı olmalıdır. Birləşdirmə bacarığı. Və s. Bunu artıra da bilərik. Gəlin bir dəstə göyərçinə baxaq. Çəmənlikdə bir dəstə göyərçin uçuşurdu. Onların Alabaxta adlı bir başçısı vardı. Alabaxta çox müdrik, necədir? Çox müdrikdir. Dünya görmüş göyərçin idi. Başqa göyərçinlər həmişə onun məsləhətinə qulaq asar, hər əmrinə tabe olardılar. Günlərin bir günü çəmənliyə bir ovçu gəldi. Yerə çoxlu dən səpdi. Toru qurub puskuda durdu. Göyərçinlər uçarkən yerdə çoxlu dən gördülər. Tələdən xəbərsiz olan quşlar həmin yerə endilər. Yenicə dəmləməyə başlamışdılar ki, ovçunun torunu çəkdi. Göyərçinlərin hamısını tutdu. Quşlar torda çırpınmağa başladılar. Onlar öz canlarını qurtarmaq üçün çalışır, toru dimdikləyir, bir-birini əl-ayağına dolaşırdılar. İşi belə görən Alabaxta dedi: "Sakit olun və məni dinləyin. Təkli heç birimiz tordan xilas ola bilməyəcək. Yaxşısı budur, gücümüzü bir yerə qoyaq. Topu yerdən qoparıb özümüzlə aparaq." Göyərçinlər Alabaxtanın dediyi kimi etdilər. Ovçu toru birlikdə göyə qalxan göyərçinləri görəndə çaşıb qaldı. Amma fikirləşirdi ki, quşlar uzağa gedə bilməzlər. Nə vaxtsa yorulub yerə qonacaqlar. Bu ümidlə göyərçinləri izləməyə başladı. Alabaxta gördü ki, ovçu qara-qara onları izləyir. Yoldaşlarına dedi: "Bu insafsız bizdən əl çəkənə oxşamır. Gərək daha sürətlə uçaq. Onun gözündən itək. Axı biz yorulmuşuq, qanadlarımızı güclə tərpədirik" deyə göyərçinlər ağız-ağıza verib səsləndilər. "Özünüz seçin, hansı daha yaxşıdır? Ovçuya yem olmaq, yoxsa iradəmizi toplayıb azadlığa çıxmaq?" "Əlbəttə azadlıq yaxşıdır. Onda iradəli olun, gücünüzü toplayın, daha sürətli uçun." Azadlığa qovuşmaq istəyi göyərçinlərə güc verdi. Onlar tez bir zamanda gözdən itdilər. Alabaxtanın məsləhəti ilə kəsəyənin yanına uçub ondan kömək istədilər. Kəsəyən toru dişləri ilə doğrayıb tökdü. Göyərçinlər azadlığa çıxdı. Alabaxta başlarına gələnləri kəsəyənə danışdı. Kəsəyən onun ağlına, göyərçinlərin iradəsinə heyran qaldı. Mətndən səslənən suallara cavab verin. Göyərçinlər hansı problemlə üzləşmişdilər? Problem nə idi? Ovçu onları tələyə salmışdı. Yaxşı, nəyə görə göyərçinlər Alabaxtanın özündən başçı seçmişlər? Mətnin giriş hissəsində qeyd olunmuşdu. O necə idi? Çox müdrik, dünya görmüş göyərçin idi. Üçüncü, Alabaxta göyərçinləri xilas etmək üçün onlara nə dedi? "Gücümüzü bir yerə qoyaq, toru yerdən qoparıb özümüzlə aparaq." Bu cür şəkildə qeyd etsin. Deyir ki, Alabaxtanın hansı hərəkətlər onun lider olduğunu sübut edir? O təhlükə zamanı ağıllı qərar verir, neyinir? Göyərçinləri xilas edir. Gəlin yazın. Baxın, növbəti sualımız isə belədir. Sizcə birlik olmaq üçün mütləq lider olunmalıdırmı? Bu debata çıxardılacaq sualdır. Çünki iki cür fikir ola bilər. Biri deyə bilər ki, bəli, mütləq lider olmalıdır. Digəri isə deyə bilər ki, yox, liderə ehtiyac yoxdur. Bunun üçün hər kəs öz argumentlərini gətirməlidir. Mən burada öz fikrimi yazdım. Məncə mütləq lider olmalıdır. Lider ortaq məqsədi aydınlaşdırır. Həmin qrupa
istiqamət verir, nə etməli olduqlarını aydınlaşdırır, onları bir araya gətirir, problemi həll etməyə yardımcı olur. Yəni birliyin davamlılığını təmin edir. Yəni arada ziddiyyətlik olarsa o lider onu aradan qaldırır. Məncə lider olmağı zəruridir, vacibdir. Deyir ki, aşağıdakı mətnin ideyasını əks etdirən atalar sözləri vermişdir. Sizcə hansı atalar sözü fikri birbaşa ifadə olunur? Tək əldən səs çıxmaz, güc birlikdədir, el bir olsa dağ oynadar yerindən. Fikir birbaşa ifadə edən güc birlikdədir. Bu üç atalar sözü üçdə həmin bu mətnə uyğundur. Yalnız bizdən birbaşa deyir ki, ifadə olunur. Bax, tək əldən səs çıxmaz. Dolayısı yolla bu mətnə aiddir. Yəni, hər kəs tək başına hərəkət etsəydi, onlar o tordan xilas oluna bilməyəcəkdilər. El bir olsa dağ oynadar yerindən. Yenə burada dolayısı yolla fikir ifadə olunubdur. Nədir? Yəni, onlar birlik oldu. Bütün göyərçinlər bir oldular, tələdən xilas ola bildilər. Gəlin baxaq iş dəftərindən. Deməli, məkanımız haraydı? Çəmənlik. Baş qəhrəman Alabaxta. Köməkçi obrazlarımız. Digər göyərçinlər. Ovçu. Bir də kəsəyən. Deyir, mətnin ideyası nə olacaq? Güc birlikdədir. Oradakı atalar sözləri hər biri uyğun gələ bilər. Axırıncı çalışmadan. Yəni, üçü də uyğun gəlir. Deyir, şəkillərə uyğun epizodları öz sözlərindən yaz. Biz birinci şəkildə görürük ki, göyərçinlər tələyə düşüblər. Hərəsi bir tərəfə əvvəlcə uçmağa başlayır. Sonra Alabaxta onlara deyir ki, gəlin hər birimiz, hamımız eyni istiqamətə uçaq ki, bu tordan xilas olaq. Yəni, toru özümüzlə apara bilək. Sonraki şəkildə görürük ki, ovçu deyir, baxır onların arxasınca ki, artıq göyərçinlər uçub gedir. Deyir, onsuz çox uzağa gedə bilmir, gedə bilməyəcəklər. Oturub onları başlayır izləməyə. Onlar var güclərini toplayırlar, uça-uça axır gəlirlər. Hara gəlirlər? Kəsəyinin yanına gəlirlər. Kəsəyinin yanına gəlirlər, kəsəyinə hadisəni danışır, kəsəyin də onları tordan dişləyib xilas edir. Baxın, birinci şəklə uyğun olaraq yazdım. Baxın, burada doğru yanlış yoxdur. Sadəcə başa düşdüyünüz şəkildə öz cümlələrinizlə nə etməlisiniz? Öz cümlələrinizlə bunu yazmalısınız. Hər kəs ki, eyni olacaq deyə bir şey yoxdur. Bu hissədə ovçu bir də görür ki, uçub gedirlər. Fikirləşir ki, onsuz da çox uzağa gedə bilməyəcəklər. Onlar başlayır izləməyə. Alabaxta yenə deyim, çox cümlə yaza bilmirəm. Çünki burada yer qısıtlıdır. Öz fikirlərimi qısa konkret yazıram. Alabaxta onlara deyir ki, gücünüzü toplayın. Hansı çox yorulmuşdular, deyinirdilər. Deyir, yəni siz tələyə ovçuya yem olmaq istəyirsiniz, yoxsa azadlıqda olmaq istəyirsiniz. Onlar azadlığı seçdiyi üçün var güclərini toplayırlar, kəsəyinin yanına gedirlər. Kəsəyən onlara kömək edir. Deməli, kəsəyən onlara nə edir? Kömək eləyir, toru dişləyir. Onlar da başlarına gələn hadisəni kəsəyinə danışırlar. Sonunda bir-birlərinə təşəkkür edib ayrılırlar.